Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Badamdar qəsəbəsini Əhməd Cavad Nizami Bağı küçəsi ilə əlaqələndirən 31 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir. Xəbər verilir ki, bu barədə AINA məlumat yayıb. Məlumata əsasən, marşrut üzrə fəaliyyət göstərən avtobusların mərhələli qaydada müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi həyata keçirilir. Belə ki, 4 komfortlu və iri tutumlu avtobusa daha 6 əlavə olunaraq, xətt üzrə 10 müasir 2025-ci il Çin istehsalı olan Yutong markalı avtobus sərnişinlərə xidmət göstərəcək. Dekabrın 2-dən fəaliyyət başlayacaq avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarla gediş haqqı 60 qəpik təşkil edəcək. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.